Salam dostlar. Necəsiz? Kanalıma xoş gəlmisiniz. Bugün sizinlə gedirik. Baxın bu mağazaya. Dekolif mağazasına. Və bu mağaza yerləşir Həsənoğlu küçəsində. Həsənoğlu 94-dür, səhv etmirəmsə. Bu küçədə nə var? Bu küçədə baxın irəlidə Çinici var. Və bu küçə çıxır Heydər Əliyev mərkəzi tərəfə, Heydər Əliyev prospektinə. Bu tərəfdən də çıxır 5 nömrəli xəstəxana tərəfə. Mağazada həm özüm çoxdan olmaq istəyirdim, həm də bir izləyicim yazmışdı. Bu mağazanı tövsiyə etmişdi. Girən kimi mağazada təəssüf ki musiqidir. Musiqi olanda blok olur video. Mən çalışacağım ki danışım. Danışmadığım yerlərə də başqa bir musiqi qoyacağım. Yəni beləncik görürsünüz. Foto şəkil ramkaları. Çox uzun video çəkməyəcəm. Çaşkaları çekim sizin için. Çaşka hamı xoşdur indi. Tez alır, dəyişir qiyməti. Yəqin ki 1.90'dır. 2 dənə qiymət var üzərində. Bu da maraqlıdır. Qiyməti 2.90. Belə nəlbəki ilə də var. Təəssüf ki bu musiqi hər şeyi körlüyor. Blok edir. YouTube musiqi olanda. Uşaq üçün hədiyyəlik. Yəqin ki yaxşıdır. Bizim uşaqlar maşallah böyüyüb. Belə balaca iqruşka oynadan uşağımız yoxdur. Ona görə də çoxdan almamışdım. Burada çoxdur, baxın nə qədərdir. Belə dekor üçün uyğun gəlirsə, yəni mənim zövqümə tam uyğun deyil. Belə orkideyalar var. Orkideyaları yəni ki çiçəyin özünü saxlamaq çox çətindir. Amma orkideya belə sevirsinizsə belə də istifadə edə bilərsiniz. Belə yerdən böyük vazalara qoymaq üçün də belə dekorlar. Bu əsl payız rəngidir. Payız dekorları üçün yaxşıdır. Belə. Burada da dekorlar, şamlar. Yəqin ki ev üçün ətirlərdim. Çoxdan da video çəkmirəm. Niyə görə? Çünki siz mənə motivasiya vermirsiniz. Yəni ki like, comment, videolara baxırsınız amma heç bir reaksiya vermirsiniz. Çox xahiş edirəm izləyicilərimdən aktiv olun. Sizdən bu mənim üçün həm bir motivasiyadır, həm də yəni yeni videolar çəkmək üçün bir təkandır, belə deyim. Baxaq bu nədir? Aromatizatordur ev üçün. Bunun içinə balaca yağlardan xoşunuza gələn iyi tökürsünüz və burada da dekorlar var, baxın. Elə insanlar var ki, xoşdur hər fəsilə uyğun evi dekor etməyə. Bunda payız dekorlarıdır. Burada qab-qacaqdır. Görürsünüz, hər ölçüdə, hər fasonda.
Bir ədədinin yəqin ki qiymətidir. Cehizlik və ev içində. Dənə-dənə kim istəyir almaq olar, belə qiymətlərini də göstərim. Sonra bu da mətbəx üçün. Çaşqalar da pis deyil, baxın. 3 ədəddir, yox 6 ədəddir, arxada da var. Kofe üçün dəst, dəm çaynikləri. Burada da şüşə çaşqalardır. Bunlar da hər ölçüdə, hər fasonda var, baxın. Belə dəstlərdir, baxın. Qiyməti 15 manatdır. 15 manatdır. Bu da hamam üçün belə dəstir. Məsələn, tək-tək də almaq olar, amma belə hamısı bir rəngdə olur da. Bu da hamam üçün. Mesela duşdan çıxanda rezin yerə salınır. Şvabralar. Şvabra necə olacaq Azərbaycanca? Yer silən güzgülər, dəsmallar. Burada endirimdə 12 manatdır, 70'in 40'a. Həm də son zamanlar video çəkməyə vaxtım yoxdur ki, işim çoxdur və əlavə təhsil də almağa başlamışam. Ona görə az çəkirəm video, amma heç olmaya həftədə bir dəfə çəkmək istəyərdim. Yenə də sizin dəstəyiniz olsa. Əgər dəstək versəz, dəstək də necə verə bilirsiniz? Videolarımı paylaşın öz sosial şəbəkələrinizdə. Kanala abunə olun. Bu qiymətini görmürəm, burada pis. Burada var. Kanala abunə olun mütləq. Kim xoşlayır bunlardan istifadə eləyir. Yəni hamamda da yaxşıdır bunları qoymaq. Qapağı da var. 14 manat 90 qəpik. Və qazanlar hər ölçüdə. Görürsünüz, hündür qazanlar var buradan. Hansı firmadır? Baxın. Baroli. Düz oxuyuramsa. Qiymətlər düşürsə. Çox sağ olun. Yox, hələ ki baxıram, çəkirəm həm YouTube üçün, həm də özümə lazım olanı. Çox sağ olun. Belə dəstlər məndə var, bu dəstlərdən. Yəni xırda da görürsünüz. Mətbəxdə nə lazımdır xırda, hər şey burada var. Yəni çox. Bunlar da yaxşıdır. Baxın 6-6 alıb dəstək edə bilərsiniz. Məsələn 12 nəfərlik. Yəni çox qəşəngdir bunlar. Mənim bacım almaq istəyirdi, bilmirəm alıb yoxsa yox. Buna da göndərərəm bunlardan. Baxsın. Balaca mikserlər. O kofe üçün süt falan. Belə bir dükandır. Həmin firmanın baxın tavaları. Kim bilir, kim işlədib bunlardan yazın, keyfiyyəti necədir. Başqa izləyicilər üçün də fikir olar. Həm bu reklam deyil, mən sadəcə həm özüm bu dükana gəlmək istirdim, həm izləyicim xahiş eləmişdi buranı çəkim. Ona görə çəkirəm.
Və siz sərbəstdəki öz fikirlərini yaza bilərsiniz. Buradan nəsə almısınızsa, keyfiyyətlidir, keyfiyyətsizdir, xoşunuza gəlib, gəlməyib, yəni ki, yazın mütləq. Belə gösterdim mağazanı size. Burada çok da əslində mal çoxdur. Yəni baxın, taxtalar da var. Hər ölçüdə var, baxın. Bunda taxtadır, elə bir bu material çox maraqlıdır, mərmər kimi də elə üstü. Salfet üçün. Qiymətlər yəqin ki sizə görsənir. Mən çalışıram elə çəkim ki sizə qiymətləri də görə biləsiniz. Belə çaydandan istifadə edirəm özüm üçün, məsələn hansısa bir bitki çayı falan dəmləyəndə baxın, bir çaşqalıq da var, bir fincanlıq. Yəni ala bilərsiniz. Belə tavaları çəkmişdim sizə. Bu xalatlardır. Yəni dəsmalların yanında xalatlar da var, hamam xalatları. Yağlar üçündür. Termoslar. Ədviyyat üçün belə qab yaxşıdır, belə qoymaq mətbəxdə, hər şey əlinin altında. Yəni tək-tək axtarmırsan nə hardadır. Belə şüşədir görəsən, yox plasmasdır. Bunlar hamısı plasmasdır. Bu plasmasın da növləri var, bilirsiniz, zərərli, zərərsiz plasmaslar. Və çalışın ki, belə qabları heç vaxt isti yemək, yəni ki, isti yemək bu qablarda aparmayın, yerləşdirməyin. Bax belə dostlar, indi zala da baxaram, biraz çəkərəm zalda da. Bunu da qiymətini çəkim sizin üçün. Burada yazılıb neçədir? Belə yazılıb ki, heç görünmür. Bura baxaq. Burada da təəssüf ki, belə aydın düşməyib. Özüm üçün aldıqlarımı da göstərim sizə. Bu görürsünüz, həm yumurta vurmaq üçün, həm süt, kofe və bunun qiyməti 10 manat 90 qəpikdir. Çaşqamın qiyməti neçə oldu? 1.90. 1.90'lıq. Yəni qiymətinə baxmadım, seçdim. 1.90, 2.90, 3.90'a var. Bu qədər mağazadan sizin üçün çəkiliş etdim. Buyurun, abunə olun. Yenə görüşərik. Sağ olun. Buranı da çəkim sizin üçün. Qapının yanında belə dekorlar da var. Qablar. Ünvanı da göstərmişdim sizə. Videonun əvvəlində. Baxın, gəlin, rəy yazın mütləq. Sağ olun.